Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib. Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Prezident sarayında dövlətimizin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Slovakiya Respublikasının prezidenti Peter Pellegrini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyevin Slovakiya prezidenti Peter Pellegrini ilə təkbətək, ardınca isə geniş tərkibdə görüşü olub. Bratislavada Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev və Slovakiya prezidenti Peter Pellegrini Azadlıq qapısı abidəsini ziyarət ediblər. Dövlət başçıları abidənin önünə əklil qoyublar. Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib. Azərbaycan və Slovakiya prezidentləri eyni zamanda Bratislavada Devin qəsrində olublar. Dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verilib. Namiq Abbasov, Today Press TV.